Müəllimlər, düşünmə formaları haqqında sizə məlumat verəcəm. İnduktiv düşünmə nədir? Deduktiv düşünmə nədir? İnduktiv düşünmə odur ki, nümunələr göstərilir, ümumi prinsipə, qaydaya gəlinir. Yəni birinci nümunə göstərilir, sonra qayda göstərilir. Misal üçün deyək ki, dəmir ağır metaldır, alüminium yüngül metaldır. Metallar haqqında məlumat verilib və sonda deyirik ki, deməli metallar ağır və yüngül olur. Bu da oldu induktiv düşünmə. Deduktiv düşünmə isə induktiv düşünmənin tam əksidir. Burada birinci prinsip, qayda verilir, ona uyğun nümunə göstərilir. Deyək ki, bütün bitkilər günəş işığı və su ilə qidalanır. Deməli, bizim evimizdəki çiçəklər də günəş işığı və su ilə qidalanıb. Burada deməli, qaydadan bir nümunə gətirdik bizim çiçəklərimizin günəş işığı və su ilə qidalanmasını. Deməli, bu mövzunun tam izahını izləmək üçün kanalımızı izləyə bilərsiniz.